Yaxşı, deməli toplu ikinci hissə 2025 uşaqlar iki bucağın cəmi fərqli interqentli funksiyalarında birinci sualı yazdıq. Keçirəm üçüncü sualı. Üçüncü belə. Deyir ki, sinus alfa kosinus beta çıxaq sinus mötərizində alfa çıxaq beta ifadəsini sadələşdir. Belə olur, sinus alfa kosinus beta çıxaq sinus alfa kosinus beta üstə gəlir kosinus alfa sinus beta bərabər islahlar gedir kosinus alfa sinus beta olur. Keçirik 5-ciyə. 5-ci belə uşaqlar deyir, tangens alfa bərabərdir 3 olarsa tangens alfa çıxaq 45 dərəcə ifadəsini tapın. Bu nə deməkdir? Tangens alfa çıxaq tangens 45 dərəcə, bir üstə gələk tangens alfa tangens 45 dərəcə. Tangens 45 dərəcəmizdə 1-dir, tangens alfamızda 3-dür, 3 çıxaq 1, bir üstə gələk 3 var 1. O da 4-də 2 və ya 2-də 1 verir. Keçirik 7-ciyə. 7-ci belə. Sürətdə kosinus 52 dərəcə, kosinus 21 dərəcə, çıxaq sinus 52 dərəcə, sinus 21 dərəcə. Məxrəcdə də sinus 17 dərəcə. Bərabər. Yuxarıki kosinusların cəmi üstüdür. Kosinus 52 dərəcə üstə gələk 21 dərəcə. Bu isə sinus 90 dərəcə çıxaq 73 dərəcə. Bu da bərabərdir. Sürətdə kosinus 73 dərəcə, məxrəcdə də kosinus 73 dərəcə, cavab 1 elər. B variantı. Keçirik 9-cuya. 9-cu. 9 belə uşaqlar. Yaxşı. 9. Kosinus 23 dərəcə, 23 dərəcə, sinus 28 dərəcə, çıxaq kosinus 28 dərəcə, sinus 23 dərəcə, aşağıda da ki 3 kosinus 85 dərəcə. Bərabər bu sinus 28 dərəcə, çıxaq 23 dərəcədir. Bu da 3 kosinus 90 dərəcə çıxaq 5 dərəcə kimi. Sürətdə sinus 5 dərəcə, burada da cos 90 çıxaq 5 dərəcə, sinus 5 dərəcə, 3 sinus 5 dərəcə də buyurur. Cavab 3-də buyurur. A variantı. Keçirik 11-ə. 11. Görək nədir? 11 belə. Deyir ki, sinus alfa üstə gələk beta çıxaq 2 kosinus alfa sinus beta, burada da sinus alfa çıxaq beta bərabər sinus alfa kosinus beta üstə gələk kosinus alfa sinus beta çıxaq 2 kosinus alfa sinus beta, burada da sinus alfa çıxaq beta bərabərdir. Bu yerine sinus alfa kosinus beta çıxaq kosinus alfa sinus beta. Elə bunu da açıram sinus alfa kosinus beta çıxaq kosinus alfa sinus beta, cavab 1 edir. Keçirik 13-ə. 13 belədir. Deyir ki, alfa üstə gələk beta çıxaq qamma bərabər 270 dərəcə olarsa, sinus beta kosinus gamma çıxaq sinus gamma kosinus beta üstə gələk kosinus alfa ifadəsini sadələşdir. Bərabərdir. Bu nə deməkdir? Bu sinus beta çıxaq gamma deməkdir. Üstə gələk kosinus alfa. Yuxarıda da beta çıxaq gamma bu 270 dərəcə çıxaq alfa deməkdir. İndi baxın, bərabərdir. Onun sinus 270 dərəcə çıxaq alfa yazdım. Üstə gələk kosinus alfa.
Bu isə mənfi kosinus alfa üstə gələk kosinus alfa cavab 0 edir. A variantı. A. Keçirik 15-ə. 15 belə. Sinus alfa çıxaq beta üstə gələk kosinus alfa sinus beta. Burada da sinus alfa bərabər. Açılışını yazıram. Deməli, sinus alfa kosinus beta çıxar kosinus alfa sinus beta üstə gəlir kosinus alfa sinus beta. Burada da sinus alfa. Bu ikisi islah olundu. Qalır sinus alfa kosinus beta sinus alfa. Sağ birində kosinus beta qalır. D variantı. Evet. Keçirik 17-yə. 17-də görək nə var, nə yox. Belə. Deyir ki, kotangens alfa bərabər 3-də 2 olduğunu bilərək tangens alfa çıxaq 45 dərəcə ifadəsini hesablayın. Sonra bunu görüm nətər 90 dərəcə çıxaq alfa üstə gələk 45 dərəcə belə yazmaq olar mı? Açımda həmişə yazıram ki, bu tangens 90 dərəcə çıxaq alfa üstə gələk 45 dərəcə. Bu da bərabər kotangens alfa üstə gələk 45 dərəcədir. Bu da nətərdir? Kotangens alfa kotangens 45 dərəcə çıxaq 1, deyəsən beləydi səhvləmirəmsə. Kotangens alfa üstə gələk kotangens 45 dərəcə. Bu da bərabərdir. Düsturda səhv edə bilərəm. 3-də 2 çıxaq 1, bu da 3-də 2 üstə gələk 1 də bu edir. Yuxarıda mənfi 3-də 1, yuxarıda da 3-də 5, mənfi 5-də 1 zad var mı? Ya 0-10-da 2. Müsbət 5-də 1 olur. Müsbət, onda burada mən mənfi yazmalıydım. Olmasın ki, düstur düz yazmalıyım. Düstur düz mü yazmışım da orasını bilmiyorum. Yox, müsbət 5-dədir. 90 çıxaq olanda onu mənim kotangens o da olardı, amma belə də yazmışam, bunu düstur ki, nə var ki? Tangensdə 2-də 3-dür. Yaxşı, onda belə deyil. Tangens alfa, nə qalır? Sonradan mənfi var. Olur mu? Kotangens sonradan. Onda düz eləmiş, müsbət 5-dədir. Yaxşı, bir də çıxarışını yazım. Keçək. Deməli 19-a baxaq. 19-da nə deyir? 19-da da deyir ki, tangens alfa. Tangens 45 dərəcə üstə gələk alfa bərabərdir 3 olarsa tangens alfanı tap. Verişlə tangens alfa üstə gələk tangens 45 dərəcə 1 çıxaq tangens alfa. Tangens 45 dərəcə bərabərdir 3-dür. Tangens 45 1-dir. 1 üstə gələk tangens alfa. Bu da 1 çıxaq tangens alfa bərabərdir 3-dür. Vururam 1 üstə gələk tangens alfa bərabərdir 3 çıxaq 3 tangens alfa. 4 tangens alfa bərabərdir 2 tangens alfa 2-də 1. C variantı. Keçirik 21-ə. 21 belə. Sinus 10 dərəcə, kosinus 80 dərəcə, kosinus 30 dərəcə, üstə gələk kosinus 10 dərəcə, sinus 60 dərəcə, sinus 80 dərəcə. Bərabər. Bax, belə eləyirəm. Kosinus 30-u kökdə 3 bölək 2, sinus 10 dərəcə, kosinus 80 dərəcə. Üstə gələk. Sinus 60-ı da kökdə 3 bölək 2, kosinus 10 dərəcə, sinus 80 dərəcə yazılır. Kökdə 3 bölək 2-ni mörtəzə xaricdən çıxardanda sinus 10 dərəcə, kosinus 80 dərəcə, üstə gələk kosinus 10 dərəcə, sinus 80 dərəcə. Bu da kökdə 3 bölək 2, sinus 90 dərəcə demək. 80 üstə gələk.
Sinusda 90'da 1 alacaq, kökdə 3 bölü 2. D variantı. D variantı. Geçirik 23'ə. 23. Şöyle 23 tane bir birleştirme yolları mı var? 23'te bu. Deyir ki, tangens 7 pi bölək 36, üstə gələk tangens 41 pi bölək 36, burada da bir üstə gələk tangens 29 pi bölək 36, var tangens 5 pi bölək 36. Baxaq görək başımıza nə gəlir. İfadəsinin qiymətini baxın 29 36 bu pi çıxartdıqda bu ayrı məsələ. Pi üstə gələk də 36 ilə 5 olur. Yaxşı 7 pi ilə fərqlənirlər. 18 pi ilə Aşağıdaşları dəyişəklər. aşağıdakını dəyişək deyəsən dəyişəklər. Bax bunu yazırıq 7 pi kimi. Bunu da yazırıq 41 pi kimi. Birinin üstündə pecərliklərdən keçir. Gözdə gör. Bax bu tangens 7 pi bölək 36. Üstə gələk. Bu da tangens pi üstə gələk 5 pi bölək 36. Razısan buna? Bu qədər. İndi 1 üstə gələk. Bax bu tangens pi çıxar 7 pi bölək 36 demək. Bura tangens 5 pi bölək 36. Bu da bərabərdir. İndi bu tangens 7 pi bölək 36. Pi üstə gələyimiz düşür 3-cü və müsbət. Üstə gələk tangens 5 pi bölək 36. Bu 1. Pi çıxaq 2-ci rübə düşür mənfi. Tangens 7 pi bölək 36. Tangens 5 pi bölək 36. Bu isə dostlar tangens 7 pi bölək 36 üstə gələk 5 pi bölək 36. Bu da tangens 12 pi bölək 36. Bu da tangens pi bölək 3'dür. Bu da kök altda 3 eləmək. İkiyə variantı. Yeri var yəni. Yaxşı, 23'də belə getdi mi? Keçirik 25'ə. 25'də nə var? 25'də belə uşaqlar. Alfa, beta və gamma uzaqları, daxili uzaqları varsa, göstərir, beta, gamma 180 dərəcə. Düzdür. Sinus alfa, sinus beta. Çıxart kosinus alfa, kosinus beta. İfadəsini sadələşdirir. Sadələşdirim də. Bunun mənfi kosinus alfa, kosinus beta. Çıxart sinus alfa, sinus beta kimi yaza bilərik. Bu da mənfi kosinus alfa üstə gələk beta. Bu da mənfi kosinus 180 dərəcə çıxart gamma. Bu da elə kosinus gamma var mı? C variantı. C. Keçirik 27'yə. 27. Belə. Tangens alfa bərabərdir 5. Tangens beta bərabərdir 3'də 2. Alfa və beta 2 uzaqlar olarsa, alfa üstə gələk beta, alfa sağ betandır. Dərəcə ölçüsünü tapın. Öz ikisi də 2. Ondan olur. Tangens alfa çıxaq tangens beta. Bir üstə gələk tangens alfa, tangens bax, durduğumuz yerdə gül kimi tangens yazıyorduk qısa. İndi bir hərfi artıran olsaq şərəfsizim. Bax, bu mağarada nə? Barmağımız ağrıdır yazdım. 3'də 2. Bir üstə gələk 5 ura 3'də 2 də şərəfsiz yerimiz şərəfsizdir. Faydalı işlə məşğul olan 15 çıxar 2. Çəvurla mən tərəf 3 üstə gələk 10'da oldu. Cavab 1 eləyir. Tangens alfa çıxaq beta bərabər 1 isə alfa çıxaq betanın çoxalır. 1 bölək 4 və ya 45'dir. A variantı. A variantı. Yaxşı. 29.
29 bu. Tangens. Yoğunlukla 3'te 1 qədər artır işimiz. Tangens yazmaq. Bir üstə gələk sinus 60 dərəcə. Deməli, bir üstə gələk sinus 60 dərəcə. Tangens 15 dərəcədən nə fərq yazmalı? Bir üstə gələk sinus 60'ın neyinə məqbar? 2 sinus 15, kosinus 15, tangens 15. Bir üstə gələk sinus 15'i mən bilirəm neyinə məqbar. Bu tangens 15 dərəcə. Bu bir üstə gələk sinus 15'imiz kosinus 30 dərəcə deyil. Düzdür. Bu da bərabər tangens 15 dərəcə vuraq. Bir üstə gələk kosinus 15'imiz 2 kosinus kvadratı 15 dərəcədir. Bu da sinus 15 dərəcə. Bölək kosinus 15 dərəcə. Vuraq 2 kosinus kvadratı 15 dərəcədir. Silahlar gelir. 2 sinus 15 kosinus 15. Bu da sinus 30 dərəcə. Cavab 2'də 1 edir. Ha. Getirik 31'ə. 31 belə. Deyir ki, kosinus alfa üstə gələn kosinus beta kvadratı üstə gələn sinus alfa üstə gələn sinus betanın kvadratı 0,6 olarsa kosinus alfa çıxaq betanı tapın. Tapaq da. Uşaqlar kosinus kvadratı alfa üstə gələn kosinus kvadratı beta. Bunları da bir yerə. Sinus kvadratı alfa üstə gələn sinus kvadratı beta. Ortada qalır üstə gələk kosinus alfa 2, kosinus alfa, kosinus beta. Üstə gələk 2, sinus alfa, sinus beta. Bu da 0,6. Bax, bu ikisi 1 eləndi mi? Bu ikisi də 1 eləndi mi? Cavab 2 üstə gələk 2, kosinus alfa, kosinus beta. Üstə gələk sinus alfa, sinus beta. Bərabər 0,6. Onda 2, bu nə deməkdir? Bu kosinus alfa çıxaq betadır. Bərabərdir, mənfi 1 ondadır. 2'yə də böləndə kosinus alfa çıxaq beta bərabərdir, mənfi 0,7 edir. Y. Getirik 33'ə. 33. Otuzüçdə belədir. Deyir ki, tangens alfa və tangens beta ədədləri 5x kvadrat üstə gələk 7x üstə gələk 1 bərabər 0 təbliğinin kökləri olarsa x1 bərabər tangens alfa x2 bərabər tangens beta olarsa tangens alfa üstə gələk betanı hesablayın. Şöyle bura baxın. Onu çevirmişə keçirəm. X kvadrat üstə gələk 5'də 7, x üstə gələk 5'də 1. Onda x1 üstə gələk x2 mənfi 5'də 7'dir. 1x2'də 5'də 1'dir, bərabər 0'da. Ondan alır. Tangens alfa üstə gələk tangens beta bərabər mənfi 5'də 7'dir. Tangens alfa, tangens beta da bərabərdir 5'də 1'dir. İndi düstura baxın. Bizə deyir tangens alfa üstə gələk beta tapın. Bu tangens alfa üstə gələk tangens beta. 1 çıxar tangens alfa tangens beta demək. O da bərabər. Tangens alfa tangens üstə gələk tangens beta mənfi 5'də 7'dir. Bu da 1 çıxar 5'də 1 demək. Onda mənfi 5'də 7 bölək 5'də 4. Bu da mənfi 4'də 7 zadılar mıdır? Dır? Dır. Getirik 35'ə. 35. Şurada 35 tane var. 35 də belə. Deyir ki, sinus 14 dərəcə. Üstə gələk kosinus 14 dərəcə, tangens 38 dərəcə. İfadəsini sadələşdirir. Tangens 38. O da edir 52. 38, 52. Düzdür mü?
90 eləyəndə 38-dən 52 mi edir? Yaxşı, 52 də yox, düz gəlmir ha. 38-in özü də 19. Qoy bir də baxayım, görüm o şərtdə nədir? Neçə nömrəli idi? 35. Onda biz bunu başqa türə fikirləşək. Yaxşı, kosinus 14 eləyir 76. Düzdürmü? 76 da 32-nin 2 qatıdır da. Düzdür? Bərabər sinus 76. Deməli, sinus 14 dərəcə, belə kosinus 90 dərəcə çıxar 76 dərəcə. Bu da tangens 38 dərəcə. Bu da bərabər sinus 14 dərəcə, üstə gəlir sinus 76 dərəcə, tangens 38 dərəcə. Bu da bərabərdir sinus 14 dərəcə, üstə gəlir 2 sinus 38 dərəcə, kosinus 38 dərəcə. Bunun da sinus 38 dərəcə, bu da kosinus 38 dərəcə. Bu da bərabər kosinus 38-də gelir sinus 14 dərəcə, üstə gəlir 2 sinus kvadratı 38 dərəcə. Düzdürmü? Sinus kvadratı 38-i də belə yaza bilərim. Onu yazıram sinus 90 dərəcə çıxaq 76 dərəcə kimi üstə gəlir. Bunu da yazıram 1 çıxaq kosinus 76 dərəcə kimi. Bu da eləyir kosinus 76 dərəcə, üstə gəlir 1 çıxaq kosinus 76 dərəcə. Bunlar da gedəndə cavab 1 var. S. 37-yə baxaq. 37-də nə var? 37-də də deyir ki, tangens 27 dərəcə A, tangens 18 dərəcədə B olarsa, A-nı B ilə ifadə edir. Yaxşı, 27-yi 2-yə vuranda 50 olur. 38-də 2-yə vuranda 36. Düzdür mü? Ha? 45 çıxaq 18 kimi. 45 eləyir, ikisi bir yerdir. Onda tangens 27 dərəcə bərabərdir, tangens 45 dərəcə çıxaq 18 dərəcə. Bilirsiniz, eləyir, problem yoxdur. Onda bu tangens 45 dərəcə çıxaq tangens 18 dərəcə. Bir üstə gələk tangens 45 dərəcə, tangens 18 dərəcə. Düzdür. Bu da eləyir ki, tangens 27 dərəcə bərabərdir. Nə ilə ifadə edilir? A ilə. Yəni A bərabərdir. A bərabərdir. Bu 1 çıxaq 1, bir üstə gələk 1. A var. Keçirik 39 var. 39 da nəfərdir vəziyyət. 39 da belə. da alfa birinci, beta birinci rübün bucağıdır. Hər ikisi onda nə soruşur? Deyir, sinus alfa da bərabər 2 bölə kök alfa 5 və kosinus beta da bərabər 1 bölə kök alfa 10 olarsa, tangens alfa üstə gələk betanı tapma. Tapayım da, onda kosinus alfa bərabər 1 bölə kök alfa 5 eləyir mi? Sinus beta da bərabər 3 bölə kök alfa 10 eləyir mi? Eləyir mi, eləməyim? Eləyir, özdə bir cürübdür hər ikisi. Ondan olur, tangens alfa bərabərdir. Sinus bölək kosinus, yəni 2 bölək kökdə 5, 1 bölək kökdə 5, 2 elədir. Tangens beta 1 bölək kök altı 10, 3 bölək kök altı 10, 3'də 1 mi eləyir burada? Yoxsa tərsən 3'də 1. Onda bizdən tangens alfa üstə gələk betanı çıxır, alfa çıxaq betanı. Üstə gələk. O da tangens alfa üstə gələk tangens beta 1 çıxaq tangens alfa tangens beta. O da bərabər. Tangens beta üstünə. Ha? Tangens beta 3 edir. Sinüsün qoysun. Sen qoysun yerini səhv yazdın. Hə, 3 bölə 1, 3 edir. Yaxşı, onda
2 üstə gələk 3, burada da 1 çıxaq 6, mənfi 1 ilə. Bir variant. B variantı. Yaxşı. Keçirik 41-ə. 41 və 41-də nə fərqdir? 40 və 1. 41-də də belədir dostlar. Deyir ki, tangens alfa çıxar tangens beta bərabər mənfi 18 kotangens alfa çıxar kotangens beta bərabər 2 olarsa tangens alfa çıxar betanı tap. Deməli, bu kotangensdən nəyə istifadə edə bilərik? Bu hərəlik burada olur. Bax, bu 1 bölək tangens alfa çıxar 1 bölək tangens beta bərabər 2 deməkdir. Düzdür? Onda tangens alfa, tangens beta. Burada da mənfi qalığa çıxardım. Tangens alfa çıxar tangens beta bərabər 2-dir. Yuxarıki 18 tangens alfa yazan verəməyib. Tangens beta şərəfsiz qızı şərəfsiz. Oturub bu erməni nayına fikirləşir. Bunlar da məcbur oldu onun kimi yazdım. Tangens yazıyorduk gül kimi. Ben elə yazmıyorum aşağıda, belə yazıyorum. Bezdim yazmam. Tangens alfa, tangens beta bərabər 18'də 2'ye burada 9 ilə. Bunu tapdıq mı? Bunu da bilirik mi? Bizdən tangens alfa çıxaq betanı soruşur. Düzdür, tangens alfa çıxaq beta bərabər. Tangens alfa çıxaq tangens beta. Bir üstə gələk tangens alfa, tangens beta. Düzdür. Bu da bərabər. Tangens alfa çıxaq mənfi 18'dir. Bu da bir üstə gələk 9'dur. Mənfi 1 olda 8 var mı? Bir variant. B variantı. Oturup bir dənə yenilik yox, bir dənə müasir bir şey irəli sürmək yox. Ancaq ola xırda özləri kimi cılız dəyişikliklər ata bilir. Şərəfsiz. Dünya elmlə əlləşir, biz hər arada dənirik. Alfa üstə gələk beta bərabərdir. Pi bölək 4'dür. Deməli, bir üstə gələk tangens alfa. Bir üstə gələk tangens beta ifadəsinin qiymətini tapın. Bu maraqlı bir şey oluşur. Bu görə deməli beta bərabərdir. Pi bölək 4 çıxar alfa deyilər. Görək ondan olur. Bu bərabərdir. Bir üstə gələk tangens alfa. Bir üstə gələk tangens. Pi böl 4 çıxar alfa da böyükdür. Düzdür. Ondan olur. Bir üstə gələk tangens alfa. Burada da bir üstə gələk, qoy buna bax. Bu pi bölək 4 çıxar, 1 çıxar tangens alfa edir. Düzdür. Bu da bir üstə gələk tangens alfa edir. Niyəsini bildiniz mi? Tangens pi bölək 4 çıxar tangens alfa. Bir üstə gələk tangens pi bölək 4 tangens alfa. Tangens pi bölək 4'ümüz də 1'dir. Ondan olur. Bu bərabərdir. Deməli, bir üstə gələk tangens alfa. Burada eyni məxrəzi gətirəm. Bir üstə gələk tangens alfa. Bu da bir üstə gələk tangens alfa. Üstə gələk 1 çıxaq tangens alfa edir. Bundan bu gedir. Cavab 2 edir. D variant. Evet. Keçirik 45'ə. Görək 45'də nə var? 45 belə. Deyir ki, sinus pi böl 6, bura sinus 4 pi böl 7, bura sinus 3 pi böl 7, çıxaq kosinus pi böl 3, bəyək kimi oxşuyur, kosinus 4 pi bölə 7, kosinus 3 pi bölə 7, bərabər. Şöyle, sinus pi bölə 6'mız bu 2'də 1 deməkdir. Bura sinus 4 pi bölə 7, sinus 3 pi bölə 7. Çıxaq, kosinus pi bölə 3'ümüz də 2'də 1'dir. Kosinus 4 pi bölə 7, kosinus 3 pi bölə 7. Mənfi 2'də 1'i mötərizə xaricdən çıxardanda kosinus 4 pi bölə 7, kosinus 3 pi bölə 7 çıxaq. Sinus 4 pi bölə 7, sinus 3 pi bölə 7. Bu isə mənfi 2'də 1 vuraq kosinus. Bu ikisini toplayanda pi edir.
Kosinus p'miz də mənfi 1-dir. Mənfi 2 də 1, bura mənfi 1, cavab 2 də 1 idi. Bəli. Bəli. Hə, açıq sual idi. Bəli. 47-yə baxaq. 47 də belə. Deməli, kosinus alfa çıxaq beta, bu tangens alfa, tangens beta çıxaq 1. Üstə gələk. 1 üstə gələk tangens alfa, tangens beta. Burada da vuraq kosinus alfa üstə gələk beta. İfadəsini sadələşdirin. Sadələşdirək də. Bunu belə eləyirəm. Görün nə olacaq. Kosinus alfa çıxaq beta, hələ buna dəymirəm. Bunu belə eləyirəm. Sinus alfa, sinus beta bölək kosinus alfa, kosinus beta. Alma bu gəldi elə bu dəqiqə. Başqa bir şey fikirləşəm. Bu bir üstə gələk. Sinus alfa, sinus beta, kosinus alfa, kosinus beta. Kosinus alfa üstə gələk beta da belə. Bərabər. Baxaq görəcək. Burada kosinus alfa çıxaq beta vuraq. Burada da kosinus alfa, kosinus beta. Burada sinus alfa, sinus beta çıxaq kosinus alfa, kosinus beta qaldı. Üstə gələk. Burada kosinus alfa, kosinus beta. Burada da kosinus alfa, kosinus beta. Üstə gələk sinus alfa, sinus beta. Vuraq. Kosinus alfa üstə gələk beta. Məncə 0 edəcək. Hə, bərabərdir. Bu kosinus alfa çıxaq beta vuraq. Bax, bu mənfi kosinus alfa üstə gələk beta demək. Bölək kosinus alfa, kosinus beta. Üstə gələk. Bu kosinus alfa çıxaq betadır. Bölək kosinus alfa, kosinus beta. Vuraq kosinus alfa üstə gələk beta. Əksərlikdə ifadələr olduğu üçün burası. 49-a baxaq. 49-da görək nə var. 49 belə. Deyir ki, tangens alfa bərabərdir 2 və tangens beta bərabərdir 3. Alfa və beta 2 bucaqlar olarsa, alfa üstə gələk betanın tərəfi ölçüsünü qalır. Baxayım da, tangens alfa üstə gələk beta bərabərdir. Tangens alfa üstə gələk tangens beta. 1 çıxaq tangens alfa, tangens beta. O da bərabərdir. 2 üstə gələk 3, 1 çıxaq 2 vuraq 3. Bu isə mənfi 1 edir. Deməli, alfa üstə gələk beta 135 dərəcə. Bəli. Keçirik 51-ə. 51 belə. ABCD kvadratı 9 kongruent kvadrata bölünmüşdür. Bu baş şəklini çəkirəm. Siz də çəkin dəftərinizə 3 belə. Görün, biraz daha yaxşı oxşanır. Bu da onun kimi. Belə və belə. Elə mi? A'dır, bura M'dir, bura B'dir, bura C'dir, bura D'dir, bura da P'dir. Bunu bununla birləşdirib belə. Bunu da bununla birləşdirib belə. Bax, bura deyir alfa. Deyir ki, MPC, bucaq alfa, tangens alfanı deyir tangens. Hangisi alfa? Bax, bura deyirəm x, burada deyirəm y. Bax, bu tangens x, bu qarşıdakının bitişiyə nisbətlidir. Bu 2 dəyərli, düzdürmü? Görürsünüz, 1 damam budur, 2 damam budur. Tangens y isə bərabər, yenə qarşıdakının bura, yəni 2-nin 3-ə, düzdür? Alfa da bu ikisinin cəmi. Alfa bərabərdir, x üstə gələ y. Onda tangens alfa bərabərdir, tangens x üstə gələ y, bu da bərabər. Tangens x üstə gələ tangens y, 1 çıxar, tangens x, tangens y. O da bərabər. 2-də 1 üstə gələ 3-də 2, 1 çıxar, 2-də 1 vuraq 3-də 2 də buyur.
Cavab edir 6'da 4, 7. Burada da ki 1 çıxaq. 3'də 1, 3'də 2, 6'da 4 da budur. 4'də 7 zad var mı? Və yaxud da ki 1 tam %75 zad. Hə. Yaxşı, 53'ə keçək. Görək 53'də nə var? Hələ çox milyar deyil. 75'də dənə. 53. Deyir ki, y bərabərdir. Kosinus 4x, kosinus x. Çıxaq sinus 4x, sinus x funksiyasının əsas bölümü. Bu nə demək? Bu kosinus 5x deməkdir. P ilə bərabərdir. 2 pi bölək 5'dir. Dövrü neçə dərəcədir deyir. Qoy görək, bu da 360'ı bölürük 5'ə 72 dərəcə zıddır. Düzdür mü gör? 55'e baxaq. Buraya 55'də nədir? 55 belədir. ABC 3 bucağında. Daxili bucaqlar uyğun olan alfa, beta, gamma. Bu A'dır, B'dir, C'dir. Alfa, beta və gamma. Düzdür mü? Yaxşı. Kosinus alfa, kosinus beta bərabər 0,2. Sinus alfa, sinus beta da bərabər 0,6 olarsa, kosinus gamma. Kosinus gammamız kosinus 180 dərəcə çıxaq, alfa üstə gələk beta demək. Bu da mənfi kosinus alfa üstə gələk beta demək. Bu da mənfi kosinus alfa, kosinus beta çıxaq sinus alfa, sinus beta demək. Bu da mənfi ötəzənin içində 0,2 çıxaq 0,6 deməkdir. Cavab müsbət 0,4 eləmək. 57'ye baxaq. Görək 57'də nədir? Hələ 10 dənə çalışmamız. Yaxşı. 57 belədir. Deyir ki, sinus alfa kosinus beta üstə gələ sinus beta bərabərdir. Kosinus alfa, kosinus beta çıxaq sinus beta olarsa, tangents alfa nedir? Alfa üstə gələk beta fərqlidir, pi bölək 2 üstə gələk pi qalır. Deyir ki, tangents alfa üstə gələk betanı hesablayın. Hesablayın. Ha? Söndür. Sən uçduğu burayız. Bərabər. Gör, sönürsə söndür. Bax, oradan aç. Sönübdür. Hələ külək söndür. Vururuz. Sinus alfa, kosinus beta. Üstə gələk sinus alfa, sinus beta. Buradan kosinus alfa, kosinus beta. Çıxaq. Kosinus alfa, sinus beta. Düzdür. Bunu gətirəm bunun yanına. Deməli, sinus alfa, kosinus beta. Üstə gələk kosinus alfa, sinus beta. Bərabər. Bu da kosinus alfa, kosinus beta çıxaq sinus alfa, sinus beta. Bura sinus alfa üstə gələk beta demək. Burada kosinus alfa üstə gələk beta demək. Böləndə sinus alfa üstə gələk beta, bölək kosinus alfa üstə gələk beta, bu bərabər 1 eləməli. Bu da tangents alfa üstə gələk beta bərabər 1 demək. Yaxşı. Keçirik. 57'ye biraz o pəncərəni aç oradan olursunuz. Yaxşı. Keçirik uşaqlar 59'u. 59 belə. 59. Sinus alfa çıxaq sinus beta bərabərdir kökdə 2'dir. Kosinus alfa üstə gələk kosinus beta bərabərdir 1 olarsa, kosinus alfa üstə gələk betanı tapın. Bunu nətər eləməliyik? Kvadratı yüksəlmək tərəfə cəmləyək. Hə, düz deyirsən. Kvadrata yüksəldək birinci, sonra toplayaq. Deməli, kvadrata yüksəldəndə bura sinus alfa üstə gələk sin belə çıxaq. Sinus betanın kvadratı bu 2'dir. Buradan da kosinus alfa üstə gələk kosinus betanın kvadratı bərabərdir 1'dir. Bunu açıram. Sinus kvadratı alfa üstə gələk sinus kvadratı beta çıxar 2 sinus alfa sinus
beta bərabərdir 2. Buradan da kosinus kvadrat alfası ilə kosinus kvadratı beta. Üstə gələk 2 kosinus alfa, kosinus beta bərabərdir 1. Tərəf-tərəfə toplayanda, qruplaşdıranda belə bir şey var. Sinus kvadrat alfası ilə kosinus kvadrat alfa. Üstə gələk sinus kvadratı beta, üstə gələk kosinus kvadratı beta. Üstə gələk 2-ni də çıxardıram. Kosinus alfa, kosinus beta, çıxar sinus alfa, sinus beta bərabərdir 3-ə. Bax, bu 1, bu 1. Bunlar o tərəfə adladanda 2 kosinus alfa üstə gələk beta bərabər 1-dir. Kosinus alfa üstə gələk beta isə 2-də 1-dir. Bunu mu soruşur? Yaxşı. Keçirik 61-ə. 61 belə uşaqlar. Deməli, ABC üçbucağında ABC deyir ki, tangens bucağa bərabərdir 4-də 3-dür. Tangens bucaq B bərabərdir 7-də 1 olarsa C-nin dərəcə olsun. Tangens bucaq C bərabərdir. Tangens 180 dərəcə çıxaq bucağa, üstə gələk bucaq B-dir. Düzdür? 180 çıxaq olanda da bu mənfi tangens bucağa, üstə gələk bucaq B-dir. Bu da mənfi tangens bucağa, üstə gələk tangens bucaq B. 1 çıxaq tangens bucağa, tangens bucaq B. O da bərabərdir. Mənfi bucağa 4-də 3, üstə gələk 7-də 1 çıxaq 4-də 3 vuraq 7-də 1 də B. Bərabərdir. Mənfi 28-də. Bu eləyir 21 üstə gələk 4. Düzdürmü? 1 çıxaq 28-də 3-də B. Bu eləyir 28-də 25. Bu da 28-də yenə 25. Cavab 1-dir. Nəyi tapın deyir? C bucağı da ki 45 dərəcə. Mənfi bir adı, 135. Mənfini unutmuşum. Qabaqda mənfi də olur. 135 dərəcə. Elədimi gör? Yaxşı. 63-ə baxaq. 63. 63 də belə düşəlim. Deyir ki, kosinus arc kosinus 5-də 3 çıxaq arc kosinus 5-də 4 ifadəsinin qiymətini hesablayın. Bax, bu arc kosinus 5-də 4 bu bərabər alfansa, kosinus alfamız 5-də 4-dür. Buradan alır ki, deməli sinus alfanı, həmin alfanın 5-də 3, onda həmin alfa bərabərdir arc sinus 5-də 3 edir. Başa düşdünüzmü? Düzmü dedim mən? Birinci daha kosinusuydu. Neçə nömrəli idi? Her işini açacağım. Boy vermə alfa vermə beta kimi yazın. Bu belə getdi mi? Keçirəm. Arc kosinus 5-də 3-ü də bir beta kimi işarə edirəm. Onda kosinus beta bərabərdir 5-də 3 eləyirmi? Sinus beta da bərabərdir 5-də 4-də bu eləyir. Bax, bunları yadınızda saxlayın. Bu ikisini. Bu onda ne olur? Bu olur ki, bax, buradan yazıram davamını. Kosinus beta çıxaq alfa. Bu da nə demək? Kosinus beta, kosinus alfa çıxaq, üstə gələk sinus beta, sinus alfa. Bu da bərabər. Kosinus betamız neçəydir? 5-də 3 vuraq. Kosinus alfa 5-də 4, üstə gələk. Sinus betamız, bu da 5-də 3 vuraq 5-də 4. 5-də 3 vuraq 5-də 4. Bu da 25-də 24 və ya 0'da 96 yəni. Yaxşı. 65 65'də 5'də də nə qalır? Birazca da dözün. Birazca da döz. Tangens alfası da gələk tangens
beta bərabərdir 3'dür. Kosinus alfa, kosinus beta da bərabərdir 5'də 1 olarsa, sinus alfa üstə gələk beta. Alfa üstə gələk beta. Düzdür. Başım dayanmış. Hə, tangents alfa üstə gələk tangents beta. Düzdür. Onda bununla verəcəyik. Deməli bunu sinus alfa kosinus beta üstə gələk sinus beta kosinus beta bərabər düşdür. Bu da belə olacaq. Yox, bu alif. Kosinus alfa kosinus beta. Burada da sinus alfa kosinus beta üstə gələk kosinus alfa sinus beta bərabər düşdür. Yuxarıda alır ki sinus alfa üstə gələk beta, aşağıda bunun əvəzinə 5'də 1 bərabər düşdür. Deməli sinus alfa üstə gələk beta 5'də 3 və ya 0,6. Keçirəm 67'yə. 67 və şiirdən getdi. 67-də belədir mənim vərdişim. Yox, 67 qələt edir, o uyğunlaşdırmadı, qoyradı olsun. 69'a, 67'yə bir stop işarəsi, 69. Deyər, tangens alfa üstə gələk tangens beta bərabərdir 7. Tangens alfa üstə gələk beta bərabərdir mənfi 11'də 7 olarsa, tangens alfanın kiçik qiymətini tapın. Tapın da görün nə deyir. Deməli bu belədir. Tangens alfa üstə gələk tangens beta, 1 çıxar tangens alfa, bu çıxmalıdır. Tangens beta bərabərdir mənfi 11'də 7. Bura deməli nə olur? Bura 7. 1 çıxar tangens alfa, tangens beta, mənfi 11'də 7. Bu manı gedəndən sonra 1 çıxar tangens alfa, tangens beta, bu mənfi 11 edir. Deməli tangens alfa, tangens beta bərabərdir 12. 12'dirsə, bu ikisinin cəmi də 7'dirsə, tangens alfa, tangens beta bərabərdir 12'dir, tangens alfa üstə gələk tangens betadakı 7'dir. Nəyin deyir? Tangens alfa. Tangens beta bərabərdir 7 çıxar tangens alfa. Onda tangens alfa var. 7 çıxar tangens alfa bərabərdir 12'dir. Gözlə görün. 7 tangens alfa çıxar tangens kvadratdır. Alfa bərabərdir 12'dir. Tangens kvadrat alfa çıxar 7 tangens alfa üstə gələk 12 bərabər 0. Niyyətə görə biri 3 və 4'dür. Böyüyü soruşuyorsa kiçiyi 3'dür. Geçirik 71'ə. 71. 71 belədir. Belədir, belədir. Hə, üçbucağın daxili alfa və beta bucaqları üçün tangens alfa bərabərdir 5'də 2, kotangens betadan mənfi 7'də 3 olarsa, üçüncü bucağın dərəcə ölçüsünü tapın. Birincisi, deməli, tangens qammaya baxaq da, bu da tangens 180 dərəcə çıxar alfa üstə gələk betadır. Bu da mənfi tangens alfa üstə gələk beta. Buradan tangens beta bərabərdir mənfi 3'də 7'dir. Bu 5'də 2 idi. Bu da tangens alfa üstə gələk tangens beta. 1 çıxar tangens alfa, tangens beta. Bu da bərabərdir 5'də 2 çıxar 3'də 7. 1 çıxar üstə gələk 3'də 7. Vuraq 5'də 2 də 1. 5'də 2. Bu da bərabər 15'də. 15'də. Sonra da 6 çıxar 35. Burada da 1 üstə gələk 15'də 14 da 1. 15'ə vuranda yuxarıda mənfi 29. Aşağıda da müsbət 29. Mənfi 1 edir. Üçüncü zaman dərəcə ölçüsünü soruşur. Qalanda mənfi zad var, mənfini bilməkdir. Bu da mənfi, bu da mənfi. Mənfi müsbət 1. 45 dərəcə. Qamla bərabər 45 dərəcə. Yaxşı, 73'ə baxaq. 73. Deyir ki, qəşəng misaldır, öz dövrünün yaxşı çalışmasıdır. Tangens alfa, x1 bərabər tangens alfa, x2 bərabər tangens beta,
x kvadrat çıxar 3 kök altında 5. X üstə gələk 2 tane kökləri olarsa 3 kotangens alfa üstə gələk betanı tapın. Bu da 3 bölək tangens alfa üstə gələk betanı soruşur da, düzdürmü? O da bərabərdir dostlar. Bərabərdir. Deməli 3 vuraq 1 çıxar tangens alfa tangens beta. Burada tangens alfa üstə gələk tangens beta. İndi görün qaqanız nə var? Diyet teoremine göre x1 üstə gələk x2 3 kök altda 5'dir. x1 x2 də 2. Deməli tangens alfa üstə gələk tangens beta 3 kök altda 5'dir. Tangens alfa tangens beta da 2'dir. Bunu yaxşı yadda saxlayın. Bu bərabər 3 vuraq 1 çıxar 2, düzdürmü? Bu da məxrəcdə də ikisinin cəmi, yəni 3 kök altda 5 da belə. Bu da mənfi 1 bölək kökdə 5 zat belə bir şey var mı? Cavab verir. 75. Biz neymiş ya? Sonraymış. Dur, bu boyda trigonometrim. Elə bir senişqa çıxdı. Görürsünüz mü? Siz deyil o 75'te o şəkil sizi çalışdırmasın. O alfa ilə, bax buna bax. Bu aşağıdakı alfa eyni. Məsələn, bunun tangensi deməli 3'dür. Sonra, bu bucaqlandır. Bu görün bunu oxşa vurulanmasıdır. Bu birisi bucaq. 90 nazar eylərsiniz. Bu görün 75'dən nə deyir? 75 də bərabərdir. Bir sinus alfa üstə gələk sinus beta bərabərdir m. Kosinus alfa üstə gələk kosinus beta bərabərdir m. Kosinus alfa çıxaq beta ifadəsini m-lə İsinin usuluna istifadə edir. Kvadrata yüksəldə ikisində sinus kvadratı alfa üstə gələk sinus kvadratı beta üstə gələk 2 sinus alfa sinus beta bərabərdir m kvadratı. Burada da kosinus kvadratı alfa üstə gələk kosinus kvadratı beta üstə gələk 2 kosinus alfa kosinus beta bərabərdir m kvadratı. Tərəf-tərəfə toplayanda bunları bu 1, bu 1. 2 üstə gələk 2'ni də çıxardıram. Kosinus alfa kosinus beta üstə gələk sinus alfa sinus beta bərabərdir m kvadrat üstə gələk n kvadrat. Onda dostlar mötərizənin içi kosinus alfa çıxaq beta, bu da m kvadrat üstə gələk n kvadrat çıxaq 2 bölək 2. Olma isə cüt sayılı olanları evdə yazarsınız. Təkrarda verək.